Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Güneyli xanım idmançı birinci yeri tutdu. Azərbaycanlı vəkilin məhkəməsi olacaq. Daha 9 məhbus dar ağacından asıldı. Aşqabadda Üzeyir Hacıbəylinin Ər və Arvad operettası türkmən dilində təqdim olundu. Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik etdi. İndi isə daha ətraflı. Ərdəbil şəhərindən olan qadın ağırlıq qaldıran Məhsa Baheşti beynəlxalq yarışda qızıl medal qazanıb. Bununla bağlı İdman mediası məlumat yayıb. Məlumata görə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam oyunlarında qadınlar arasında 86 kiloqram çəki dərəcəsində təmsil olunan Ərdəbilli ağırlıq qaldıranı Məhsa Baheşti təkanla qaldırma hərəkətində 134 kiloqram ağırlığı qaldıraraq birinci yeri tutub. Yarışda Özbəkistan, Misir, Qazaxıstan, Qırğızstan, Azərbaycan, Kamerun və Uqanda təmsilçiləri də iştirak ediblər. Yekun ümumi hesabda isə Misir və Özbəkistan komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Səhənd Texnologiya Universiteti tələbələri Urmu gölü üçün eyləm keçirib. Tələbələr universitetdə üzərində Urmiya susuzdur yazılmış banner qaldıraraq insanların diqqətini bir daha gölün acınacaqlı durumuna çəkməyə çalışıblar. Tələbələrin bu eyləmi keçirməkdə məqsədi Urmu gölünün sadəcə bir göl olmadığını, Azərbaycan xalqının kimliyinin və həyatının ayrılmaz parçası olduğunu xatırlatmaq olub. Xatırladaq ki, rejim Körfəzdən farslar yaşayan bölgələrə su kanalları çəksə də, Urmu gölü üçün bugünə qədər heç bir iş görməyib. Sabah Təbrizin İnqilab Məhkəməsində 200 gündən çoxdur ki, həbsdə olan Azərbaycanlı vəkil Əbülfəz Rəncbərinin məhkəmə iclası keçiriləcək. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Təhlükəsizlik məmurlarının həbs etdiyi Rəncbəri bundan əvvəl hökumətə qarşı təbliğatda günahlandırılsa da, sonradan ona qarşı casusluq ittihamı irəli sürülüb. Universitet müəllimi və İran-İraq müharibəsinin veteranı olan hüquqşünasın işi əvvəlcə İstintaq İdarəsinin 10-cu şöbəsi tərəfindən araşdırılıb və müstəntiq sübutlarının olmaması səbəbindən ittihamları ləğv etməyi düşünüb. Ancaq təhlükəsizlik orqanlarının təzyiqi altında iş qanunsuz olaraq İstintaq İdarəsinin 15-ci şöbəsinə verilib. 1969-cu ildə anadan olan Əbülfəz Rəncbəri ümumi hüququ üzrə doktorluq dərəcəsinə malikdir və uzun illər Təbriz universitetlərində ümumi hüquq və əmək hüququ fənlərini tədris edib. Əmək hüququ və maliyyə hüququ və dövlət maliyyəsi kitablarının müəllifi olan Azərbaycanlı vəkil insan haqları ilə bağlı fəaliyyətləri ilə də tanınır. Evin həbsxanasında saxlanan və 20 gündən çoxdur ki, aclıq eyləmi keçirən milli fəal Tahir Nəqəvinin ailə üzvləri də aclıq eyləminə başlayıblar. Bununla bağlı onlar sosial media şəbəkəsində paylaşım ediblər. Bildirilib ki, bu vasitə ilə Tahir Nəqəvi və başqa Azərbaycanlı milli məhbusların durumuna diqqət cəlb etmək istəyirlər. Nəqəvinin anası sosial mediada etdiyi video müraciətdə Azərbaycanlıları və insan haqları təşkilatlarını milli məhbuslara dəstək verməyə çağırıb. Tahir Nəqəvi ilə eyni vaxtda aclıq eyləminə əl atan Vədud Əsədinin də ailəsi oxşar bəyanatla çıxış edib. Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 2 həftədən çoxdur ki, barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq eyləmi keçirirlər. Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar. Onlara milli təhlükəsizliyə qarşı əlbir olmaq, hökumətə qarşı təbliğat, rəhbəri təhqir etmək və casusluq ittihamlarına görə uzun illik həbs cəzaları verilib. İranın bir neçə şəhərinin həbsxanalarında daha 9 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Qeyd edək ki, cari ildə 40-ı qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib. Onlardan 1252-sinin kimliyini müəyyənləşdirmək mümkün olub. Davam edirik. Rusiya və İran Xarici İşlər Nazirləri Sergey Lavrov və Abbas Araqçı arasında telefon danışığı olub. Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Xarici İşlər Nazirləri Əfqanistan-Pakistan gərginliyinin siyasi və diplomatik vasitələrlə həllinə kömək etmək daxil olmaqla regional məsələlər üzrə fəal fikir mübadiləsini davam etdirdilər. Fələstin-İsrail sülh prosesini müzakirə edən nazirlər hamı tərəfindən tanınmış beynəlxalq hüquqi əsasda davamlı sülhə nail olmağın vacibliyini və Fələstin dövlətinin yaradılması ilə bağlı mövcud qərarların BMT Təhlükəsizlik Şurasının davam edən işinə tam inteqrasiyasının vacibliyini vurğulayıblar. Nazirlər həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin açılış iclasından əvvəl İranın nüvə proqramı ilə bağlı qeydləri faydalı şəkildə müqayisə ediblər. Lavrov və Əraqçı müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin artan tempindən dərin məmnunluqlarını ifadə edərək bunun Rusiya-İran hərtərəfli strateji tərəfdaşlığının daha da genişlənməsinə töhfə verdiyini vurğulayıblar. Xəbərlərimiz davam edir. Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin Ər və Arvad operatası əsasında səhnələşdirilmiş eyni adlı tamaşa türkmən dilində nümayiş etdirilib. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın ardınca səfirliyin kollektivi və ailə üzvləri sənətçilərlə görüşərək onlara gül dəstələri təqdim ediblər. Məlumat üçün qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Ər və Arvad əsəri ilə yanaşı görkəmli bəstəkarımızın Arşın Malalan operatası da Aşqabadda müxtəlif teatr səhnələrində uğurla təqdim edilir və həm yerli, həm də xarici tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib. Bu barədə Nazirliyin X hesabında paylaşım edilib. 37 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru yürüyən və Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir. Bir millət, iki dövlət şüarı ilə hər zaman bir və bərabər olacağımızı bir daha bəyan edirik deyə Müdafiə Nazirliyinin təbrik məktubunda qeyd edilib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.